Biznes fəaliyyəti ilə məşğul olmaq üçün fərdi sahibkarlıqmı, şirkətmi? Gəlin buna aydınlıq gətirək. Fərdi sahibkar kimi qeydiyyatdan keçmək hər kəsə daha sadə gəlir. Şirkət açmaqla özümüzü yormuruq, sadəcə qeydiyyatdan keçirik və biz fiziki şəxs olaraq artıq vergi ödəyicisi oluruq və biznes fəaliyyəti ilə məşğul oluruq. Yaxşı. Bəs şirkət açmağın nə kimi üstünlükləri var ki, biznes fəaliyyətində şirkətlər kifayət qədər çoxdur. Siz şirkət qeydiyyatdan keçirdikdə şəxsən artıq münasibətlərə daxil olmursunuz, müqavilələr imzalamırsınız, şirkət adından bunu edirsiniz. Hüquqi müstəvidə də şirkət ayrıca bir şəxsiyyətdir, hüquqi şəxsdir. Onun öz vəzifə öhdəlikləri var. Nə siz onun vəzifə öhdəlikləri üzrə cavabdehlik daşımırsınız, nə də o sizinkinə görə. Bu o deməkdir ki, sabah biznes fəaliyyəti ilə bağlı hər hansısa bir risklər yarandıqda, borclar yarandıqda, bunlara görə cavabdehlik daşıyan birbaşa siz deyilsiniz, həmin şirkətdir və şirkət ancaq öz adında olan əmlakına, puluna və mülkiyyətinə uyğun olaraq məsuliyyət daşıyacaq. Beləliklə, siz borclarınız, risklərinizlə öz aranızda sipər olaraq şirkəti istifadə edə bilərsiniz. Bu mövzunun davamını və yaxud da ki, digər mövzularla bağlı danışmamızı istəyirsinizsə, zəhmət olmasa şərhlərdə fikirlərinizi bizimlə bölüşün.